Milleti pul. Almanın tek səbəbi odur ki, səni kimi insanları Almanya'da vətəndaş olaraq saxlayır. Və ikincisi də ki, normal insan, səviyyəli insan olsaydı, oranı çox bəyənərdi. Çünki orada normal səviyyəli insanlar çox, bilik yox, savad yox. Ona görə də sənə orada çətin gəlir. Sənə bilirsən nə lazımdır, açıq-saçıq gəzəsən sənə işlər belə baxsın, ürəkləri geçsin. Yəni həqiqətən biraz da olsun hürmətim qalmışdı ki, gerilmişdi. Bakı uşağıdır. Amma valla heç bir Bakılı öncə belə səviyyədə özünü aparmaz. Məncə Bakılılar mənə barədə dəstəkləyir. Sizə eləm gedir də bunlardan, Qurana haqqı. Allah haqqı. Həkim burada olmasın, şəhənəm olub gedərdim. Ülkəsi geçir. Deyələmədim, Almanya'da oturup Almanın mıxının altından çıxıb 5 dənə pırt-apırt doğub amma Alman xalqını təhqir eləyir. Çünki niyə? Götünü başına açıb, döşünü başını qoyanda heç bir Alman gözünün ucundan da baxmır. Bunlara lazımdır, elə bu xanım düz deyir, çox sağ olsun, lazımdır ki, bunlara yanıq kişilər lazımdır, yanıq kişilər olan yer, Bakı kimi, Pakistan, bu millətlər də çoxdur, üstəlik yanıqlar gəlir, hamı Bakıya gələn bazlığa gəlir. Sən Alman millətini pisləyirsən, təhqir eləyirsən və Almanın altında durub 5 dənə uşağı pırt-apırt niyə çıxardırsın? Yadınızda da bu qız mənim yadımdan çıxmayıb ha. Uzun illər bundan qabaq bu qız mənim də videomu paylaşıb, ya məndən də danışıb məni alçatmağa çalışmışdı. Öz məqsədincə. Mənim yadımdan çıxmayıb bu. Alman devlətinin ağlı olsa bunları bir gün saxlamaz, gedib orada İlham Əliyevin otellərində pul qazanardı bu. Pakistanlılarla, ərəblərlə. Saray kimi evdə oturub, 7 yönündə yemədiyi arxasında 5 dənə uşağının hərəsinə aldığı pul elə 1500 euro, 3000 manatdan çox Almanya bunun təkcə uşaqlarına pul verir. 3000 manatdan çox. Azərbaycanda gələn ilin iyulunda qadınların pensiya yaşı kişilərlə bərabərləşdirilib 65 yaş olacaq. Yəni biz əlində süpürgə, başında yaylıq yer süpürən ağbirçək nənələri hələ çox görəcəyik. Buna bax, bu nəvələrini oynadama, buna bax. Müqayisə üçün deyim ki, qonşu ölkələrdə pensiya yaşları Azərbaycandan daha aşağıdır. Hətta iqtisadi baxımdan Azərbaycanın üstün olduğu Ermənistan və Gürcüstanda belə. Bu onu göstərir ki, Azərbaycanda dövlət xalqın deyil, xalq dövlətindir və hakimiyyət tərəfindən ölənə kimi ucuz işçi qüvvəsi kimi işlədilir. Dəyərli vətəndaşlar, təsəvvür edirsinizmi ki, hələ 65 yaş belə pensiya qonşu ölkələrdən çox-çox yuxarıdır. İndi təsəvvür edin ki, 70 yaşa kişilər, 68 yaşa qadınları qaldırmaq istəyirlər.